Ne geldi başına? Gece 2'ydi yatmıştım, bir adam yakınlaşıyor. Buradan yattım, dedim kalmaya yerim yoktu. Bir de otel var, yapamadı kalsam mı dedim işte gidelim. Dedim gidelim, ne olar ki? O tarafa, Dənərgül tarafa. Neyse gittim kaldım. Neyle gittin? Moskvetle. Motosiklet ne? Ama yolda mən döydü, apardı, Allah'a and olsun, İmam Hüseyin haqqı. Və sən döyə-döyə aparırdı, niyə qayıtmadın? Ay Elnara, bu motosiklet sürür, qabaqda oturup sen de dalda oturmuşsun. Bir de Sen nətə döydü? Ben mökəmür ki, əlmə mökəmür veribdi, buradan tutamıram. Mökəmür ki, buradan tutamıram. Tuta bilməyəcəklər, ikisi də kök adam, motosikletdə balaca. Bunlar hələ necə gediblər, çox maraqlıdır. Mənim üçün... Ben söz tapmıram artık, ben ne diyeyim lazım. Ben mesela mökəmür ki, belə tutayım, tutamıram. Mənim sürücü, benim sürücü mökəmür belə tutamıram. Tuta bilmirəm əlimi. Elnara xanım, təxmini neçə yaşlarında olardı o adam? Belə 41-42 yaşı vardı. Bir de adam yoktu, göstermeyen adam, dolu adam yoktu. Hayır, elə oğlan yaşlı olardı, oğlan yaşlı olardı. Elnara git evine bala. Yazılsın. Yok, oğlan mənim xacımı versin gedim Allah, xacımı versin gedim. Oğlan mənim xacımı versin gedim. Oğlanlar kaç sərə verir? Zaten o eləməm də gətir xacımı versin gedim. Elə yeməyə zəhərə dönsün, döydü, yemək verirdi. Yemək də yediniz orada. Elə kapıda çayarı yeməyə zəhərə dönsün, döydü. Döyüb yemək al. Elnara xanım, Adam boğazından Elnara xanım, bir sual da verəcəm. Elnara xanım,